Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Bildiyiniz kimi MİQ imtahanlarının müsahibə mərhələsinin vaxtları artıq elan olunub. Avqust ayının 26-sından sentyabrın 1-nə qədər təşkil olunacaq və mən yenə də sizlər üçün dəstək videosu hazırlamışam. Hər birinizə uğurlar arzulayıram. Narahat olmayın, yaxşı olacaq. Bugün danışırıq icmal mövzusundan, yəni icmalların təşkil olunmasından. Müəllimlər, əslində bu müsahibə mövzuları hansı ki artıq elan olunub, müəllimlərin işə qəbulu səhifəsində var, tanış ola bilərsiniz. Bunlar müsahibə mövzularıdır. Mən öz müəllimlərimə, daha doğrusu birlikdə istiqamət götürdüyümüz müəllimlərimizə heç vaxt məsləhət görməmişəm icmal aparmağı. Əvvəllər belə bir şey də yox idi. Mən çox müsahibədə iştirak etmişəm. Biz müsahibələrin ağlına bunu özümüz saldıq ki, apardıq getdik ki, məndə belə bir şey var. Yəni bu ola bilər. Və ən sonuncuda da iştirak etmişəm 2025-də MİQ müsahibəsində. Orada icmal aparmamışdım. Amma müəllimlər nəyə diqqət etmişdim? Standartlarımı əzbərləmişdim hər mövzuya uyğun 5 mövzudan və təlim nəticələrimi. Planlaşdırmanı metodik vəsaitdən hazırlayırsınız. Orada ola bilsin 3-4 standart götürər. Siz düşünürəm ki 2-3 al standart götürmək kifayətdir. Çünki onu əzbərləyib çatdırmaq olmaz. 2 elə kifayətdir. Təlim nəticəsi də 2 kifayətdir. Metodik vəsaitdən seçirsiniz. Amma diqqət edin ki, seçdiyiniz təlim nəticəsi alt standarta uyğun olsun. Yəni alt standartda başqa bir bilik bacarıq, təlim nəticəsində başqa birini göstərmək olmaz müəllimlər. Siz yaxşı bilirsiniz ki, təlim nəticəsi alt standartdan çıxarılır. Bax bu formada bir şey unutmadan deyim, qətiyyən başqasının icmalını, üzərində emblem olan, başqasına aid icmalları çap edib aparmayın. Qətiyyən. Özünüzün icmalı olsun bu. Qaralama olsun, hər nə olur olsun, özünüzə aid olsun. Təbii ki, indi yəqin ki, rəy bölməsində kimlərsə yazacaq ki, məndən icmal istənilmişdir və s. Mən bunu əlimdə aparıramsa, bu məndə var deyirəm. Və demək istəyirəm ki, bunu məndən istə. Və yaxud da özümü o məqama çatdırıram. Məndən istənilmədi, çünki mən əlimdə aparmamışdım və bununla bağlı mənə heç bir sual da verilmədi. Amma əlimdə olsaydı, təbii ki, mənə deyilərdi ki, o əlindəki nədir? Bunlardan birini danış və yaxud təqdim elə. Biz amma nə edirdik müəllimlər? Bu mövzuları bir-bir təşkil edirdik. Bax, burada bir nümunə göstərmişəm. Kimsə hazırlasa, mütləq kim hazırlayır, hazırlasın, özünüz iştirak edin ki, müəllimlər, bunları əzbərləməyəsiniz. Əzbər danışa bilmərsiniz. Bu sizin öz mövzunuzdur, öz fənninizdir. Bunu özünüz hazırlasaz, indi mən göstərən formada. O sizin yadınızda qalacaq. Ən azından iştirak edin hazırlananda. Deməli, bu sinif tarix boş məqamdır. Standart 2 sayda müəllimlər metodik vəsaitdən hazırlayırsınız. Ola bilsin 4-5 göstərər, ikisini əzbərlədiniz, kifayətdir. Təlim nəticəsi də onun kimi ikisini əzbərlədiniz, kifayətdir. Bunlar şablon məqamlarda hamısı üçün eyni resurs yaza bilərsiniz, eyni fəndən. Məsələn, coğrafiyadan bütün resurs yerinə xəritə yaza bilərəm. Çünki məndən onsuz da bir mövzunu təqdim etməyi istəyəcək. Əgər istəsə. İnteqrasiyada fəndaxili, fənlər arası, fənn üstü hansını seçmisinizsə. Qiymətləndirmə meyarı. Təlim nəticənizdən, yəni onun sonluğundakı fəaliyyətdən, o feil hissədən mükəmməl bir meyar çıxardırsınız. Bu arada bu da müsahibə sualı ola bilər. Qiymətləndirmə meyarını nədən çıxardırsınız? Cavabınız budur ki, alt standarta uyğun müəyyənləşmiş təlim nəticəsindən qiymətləndirmə meyarını çıxardıram. Meyarı yazdıq, keçdik dərsə cəlb olunmağa. Əsas hissə budur. Telefonlarınızda yəqin ki var, süni intellektlərdən istifadə edə bilərsiniz, amma mütləq şəkildə özünüz də əlavələr eləyin, mütləq. Bu əlavələriniz lazımdır. Elə ən maraqlı hissə budur. Buranı maraqlı qrup, özünü, deyək ki, mövzunu təqdim etməni soruşanda danışa bilsəz, artıq öndəsiz. Sonra iş üsulu, fərq eləmir hər hansı bir iş üsulu niyə seçmişəm? Məsələn, debat yazmışsınız bura, müzakirə bacarığı formalaşsın, şagirdlər hər biri müzakirədə iştirak etsinlər deyə, məsələn. Və yaxud iş forması, qrup işini seçmişəm, bu mövzu üçün şagirdlər əməkdaşlıq etsinlər deyə. Bax, belə qısa şablon, eyni şeylər. Gəlirik refleksiya hissəyə. Burada deyirsiniz ki, refleksiya zamanı bir çox üsullardan istifadə edirəm, amma bu mövzuda cümlə köklərini istifadə etmişəm. Daha çox da cümlə köklərinə önəm verirəm. Burada daha çox şagirdlər həvəslənirlər. Çünki cümlənin əvvəli yazılır, qalanını şagird tamamlayır. Deyirsiniz, belə bir cümlələr qururam ki, məsələn, birinci cümlədə mən bu dərsdə öyrəndim ki, qalanını şagird tamamlayır. Mənə bu dərsdə qaranlıq qalanı oldu ki, qalanını şagird tamamlayır. Deyirsiniz ki, bu məqsədlə də şagird özünün nə bildiyindən xəbərdar olur, nəyə bilmədiyindən xəbərdar olur. Mən də onun haqqında məlumat toplamış oluram. İndi sizi düşündürür ki, bəs qiymətləndirmə hissə. Ümumiyyətlə,
soruşanda ki, necə qiymətləndirirsiniz, səviyyə falan? Deyirsiniz, daha çox səviyyə qiymətləndirməsini düzgün saymıram. Deyirsiniz, hardasa bu elə rəqəm qiymətinə bənzəyir. Baxın, necə deyirəmsə müəllimlərə qeyd götürün. Daha çox şagirdlərə qiymətləndirərkən təlim nəticəsinə uyğun, hər şagirdin fəaliyyətinə, nailiyyətinə uyğun ona konstruktiv rəy verirəm. Çünki səviyyələr üzrə bölmək yenə də şagirdlər arasında rəqabət yaradır. Amma hər bir şagirdin göstərdiyi fəaliyyətə uyğun ona rəy verəndə həm onu inkişafa aparmış oluram, həm də rəqabət işini, rəqabət prosesini aradan qaldırmış oluram. Ona görə də mən dərslərimdə və yaxud da keçəcəyim dərslərdə daha çox hər bir şagirdə formativ qiymət zamanı konstruktiv rəy verərək qiymətləndirirəm. Onları səviyyələrə bölmərəm. Sonra digər məqam, elə bu məqamlar öz əksini tapacaq. Yenə dediyim kimi, refleksiya hər mövzuya uyğun şablon, cümlə kökləri. Mən bu dərsdə öyrəndim ki, mənə bu dərsdə qaranlıq qalan o oldu ki, resurs eyni, inteqrasiya eyni, biraz yaradıcı olun da müəllimlər. Yəni orada eyni deyəndə eynini də eləyib əlaqələndirmək lazımdır bu formada. Deməli, meyarı təlim əsasından çıxardırsınız, bu təbii ki, fərqli olmalıdır. Burada necə sual ola bilər? Deyəcək ki, müəllim, mövzunun zəhmət olmasa, mövzulardan birini təqdim edin. O zaman deyirsiniz ki, məsələn, 3-cü mövzunuzu, üfüqün cəhətləri, deyək, coğrafiyadan bu mövzunun alt standartına uyğun təlim əsasını müəyyənləşdirirəm və təlim əsasların bunlardır. Bunları şagirdlərə elan edirəm. Ondan sonra artıq meyarlarımı çıxardıram. Meyarım budur. Artıq şagirdləri dərsə cəlb etmək üçün dərsin izahını daha maraqlı yöntəmlərlə verirəm. Şagirdləri məktəbin həyatına apararaq onlara üfüqün cəhətlərini təyin etməyin müxtəlif üsullarını, ağacın budaqları, günəşin çıxması və s. formalarda, yəni öz fənninizdə, deyək, kimyadır, fizikadır, bax bu formada qəşəng təqdim edirsiniz. Cəmi 15-20 dəqiqə, deyək ki, müsahibə olur müəllimlər. O çox zaman heç icmal sizdən soruşulmur. Sığortalı olasınız deyə bu dediklərimi eləyirsiniz. Və dediyim formada hazırlayırsınız əlinizdə, rahatca yadınızda qalır. Lazım olanda da hansısa mövzunu təqdim elə deyəndə də bu formada təqdim edirsiniz. Yəni bundan artıq 3-4 vərəq olur. Məsələn, görmüşəm mən, deyək ki, əldə hazırlanan hansı ki, onlar satılır. 3-4 vərəq bir mövzu üçün. Siz bunu hələ, yəni özünüz hazırlasaz, dərd yarı. Bu hələ başqası verir. Bilmirsiniz nəyi niyə yazıb, onu da əzbərləməlisiniz. Müəllimə, sizcə bu olarmı bu müsahibə stresində, həyəcanında, müəllimlər, bu olmaz. Ona görə də bunu bax bu formada, qısa formada bir dənə cəlb etmə hissəsində biraz yorulursunuz. Bunu hazırlayırsınız. Və yaxud da yenə deyirəm, kiməsə hazırladırsınızsa, özünüz iştirak edin ki, yadınızda qalsın. Onsuz da burada əsas özünü təqdim etmə, deyək, kurikulumla bağlı suallar, dünya görüşü ilə bağlı suallar əsas olacaq. Psixoloji suallar, deyək ki, niyə müəllim olmaq istəmirsiniz, şagirdlərə necə davranacaqsınız və s. kimi müəyyən situasiyalar, şagird dərsdə səs salır, belə bir problem yaranıb, xaos yaradır və s. Bax, belə bir situasiyalara cavab verəcəksiniz. Buna ehtiyac böyük ehtimal qalmır. Qaldıqda isə artıq videodan tanış oldunuz. Yenə də hər birinizə uğurlar arzulayıram müəllimlər. Çalışın ki, hər bir şey yerində olsun. Sağollaşsam belə yenə deyim, dünya görüşü ilə bağlı məqamları əsas oxuyun. Çünki siz onsuz da fənninizi bilirsiniz, kurikulumdan hazırlaşmısınız. Amma dünya görüşündə bax sizə deyim, elan olunmuş illər, ən sonda sondakılar. Sonra paradlar, torpaqlarımızın işğaldan azad olunması, müharibə dövrü ilə bağlı məqamlar, Şuşa festivalları. İlk ilklər, məsələn, Şərqdə ilk operaçı qadın, deyək ki, bayrağımızın müəllifi və o bizim önəmli günlər ki var, bayraq günü, müstəqillik günü və s. bunları bilmək çox vacib məqamlardır. Və ən çox da o Şərqdə ilki yaradan, dünyada hər hansı bir işi görən şəxsləri, cənab Prezident İlham Əliyevin önəmli fəaliyyətləri var ki, onlar haqqında məlumatlı olmaq lazımdır. Bir daha hər birinizə uğurlar.